Salam əziz abituriyentlər. Bu günləri sizlə qaldığımız yerdən davam edirik. 149-cu suala baxacağıq. Dövr operatorlardan istifadə etməklə bu siyahının elementlərinin ədədi ortasından böyük olan elementləri ekrana çıxaran proqramı Python dilində yazın. Yəni biz ə, ədədi orta deyəndə bu siyahının ədədi ortasını tapmalı ötərik. Bu siyahını cəmləyəcəyik və sayına böləcəyik. Sayına böləndən sonra ədədi ortasından böyük olan elementlər, yəni bu ədədləri 3-ü, 4-ü, 5-i, 6-nı hamısını ədədi orta ilə nə edəcək? Müqayisə edəcək. Bunun üçün biz cəmləmək üçün sum funksiyasından, metodundan və len metodundan istifadə edəcəyik. Len funksiyasından istifadə edəcəyik. Gələrək yazırıq bura. Nə? Siyahımızı yazırıq. Siyahımız neydi? Bir dəqiqə. A bərabərdir 3, 4, 5, 6. A bərabərdir. Siyahımız 3, 4, 5, 6, virgül, 7, 8, 2, 9, 7, 8, 2, 9, bir də 12. Bir də bir siyahı verilib. Bu siyahının uzunluğunu tapmaqdan ötəri, misal üçün n bərabərdir. Hətta bunu birbaşa da etmək mümkündür. Ədədi ortanı tapmaqdan ötəri. N bərabərdir, yazaram. Nəyi? Cəmi, sum A bölünsün len A'ya. Uzunluğuna böldük. Tek de yazabilir. Yazar n bərabərdir sum A, sonra ne bileyim D bərabərdir len A. Birbaşa da yazmaq mümkündür. Sonra isə gəlirik biz bu siyahının bir-bir elementlərinə müraciət edirik. Müraciət edəndən sonra deyirəm ki, əgərləri bu elementin, yəni i böyükdürsə ədədi ortasından, yəni n-dən böyükdürsə, onda neynə? Bu elementin özün çap et. İ'ni çap et. Gələk çap eləyək. 6, 7, 8, 9, 12. Hətta burada biz print də verə bilərik. Baxın, print n verirəm ki, ədədi ortamı görün. Çalışdıraq bir dəqiqə. Çalışdırdım. Ədədi ortam ili 5,7. 5,7 gələm deyirəm 3 böyükdürmü 5,7-dən? Yox. 4 böyükdürmü? 5 böyükdürmü? Yox. 6 bəli 5,7-dən böyükdür. Baxın 6-nı çap edib. 7 böyükdür, 8 böyükdür, 9 böyükdür və 12 böyükdür. Onları nə edib? Çap etmiş oldu. Keçirik növbəti sualımıza, 150-ci suala. Klaviaturada daxil edilən müsbət tam ədədin rəqəmlərini əks ardıcıllıqla çap edən proqramı Python dilində yazın. Klaviaturada daxil edən müsbət tam ədəddir. Demək, biz bilirik ki, müsbət ədədləri misal üçün belə bir ədəd verilib. Bunu tərs ardıcıllıqla bu cür yazmaq və yaxud da bunu tərs ardıcıllıqla biz sətir tipinə çevirib də yaza bilərik. Sətir tipinə çevirməsək də bunu bu formada yazaq. Tutalım ki, ədədimizi daxil edirik. N bərabərdir int
input, input, aha, input. Sonra S bərabərdir 0 yazıram. Ədədi qalığına S-i vurub ona üstə qalığı gələndə həmin ədədin tərs yazışını göstərir. Bunun üçün də bir dövr yaradıram, while dövrü yaradıram. While dövründə deyirəm nə qədər ki, bu n ədədi sıfırdan böyükdür, onda bunu k bərabərdir. Yine bu n tam qalıq tapılmış 10, ədədin qalığını tapıram. Sonra ədədi kiçildirəm. Birbaşa da kiçildim. N bərabərdir. N tam bölmə 10. Ədədi kiçildəndən sonra deyirəm S bərabərdir. S vurulmuş 10, üstə gəlinmiş qalığım nədir? K. Bax, bu ədədi nedir? Ədədi tərs yazılışı mənə göstərmiş olacaq. Yəni, mən bunu baxın bu formada göstərim sizə. Tutaq ki, hər hansı bir rəqəm verilib. Tutalım ki, 7, 2, 5, 6. Hətta bunu böyük bir rəqəm yazmam, belə yazın. 256, 652 olsun. Gəlib deyirəm ki, nə? 256 böyükdürmü? Sıfırdan, hə. K'mız bərabər olur 6'ya. Bir dəqiqə kompüter izah etməsin. K bərabər olur 6'ya. Ədədi də kiçildəndə n bərabər olur 25'e. Və S bərabərdir. S-in ilk qiyməti 0'dır. 0'ı ona vuranda edir 0. K-nın da üzərinə gələndə edir təzədən baxın 6. İlk rəqəm oldu 6. Təzədən bir də bunu gəlirəm dövrə. 25 böyükdürmü? 0'dan, hə. K bu dəfə oldu nə? 5. Yəni 25'i ona bölənə qalğan 5. N də bərabər oldu 2'yə. S bərabərdir. S-im neçədir? 6. 6'nı vururam ona 60. Üstə gələm nəyi? Bu 2'ni eləyir 62. Bir dəqiqə, mən burada qalğı səhv gəldim. 62 qalığım. S-i vururam. S-im 6'ydı. 6'nı vururam ona 60. 60'ın üzərinə K-nı gələm. K-mız neçədir? 5. Elədi neçə? 65. Təzədən 2 böyükdürmü? 0'dan, hə, K bərabər oldu. Bu dəfə də 2'yə. N bərabər oldu 0'a. S bərabərdir. 65'i vururam ona eləyir 650. 650'nin üstü 2 gələm eləyir 652. Gördüğünüz kimi 256'dan ne aldım? 652'ni almış oldum. Demek çalıştırıp 256 bir dakika 256'dan 652'ni almış oldum. Bir de çalıştırıp 4785 misal üçün 5874. Neçə rəqəmli olur olsun, proqramımız nə oldu? İşləmiş oldu. Keçək növbəti suala. Bunu yəni biz boş sətirlə də edə bilərdik.
Keçək növbəti suala 151-ci sualdan. 151-ci sualda deyir ki, bu siyahının elementlərinin ilk və son rəqəmlərinin cəminin iki mislini hesablayın. Yəni biz bu siyahıda hər bir rəqəmə baxacağıq. Hər bir rəqəmin ilk rəqəmi 3-dür və 1-də. Demək 3 ilə 1-i cəmləsin və 2-yə vursun. Bunun üçün də misal üçün 351-in rəqəmin tapmaq ötəri, ilk və son rəqəmin tapmaq ötəri bölürük ona, qalığımız eləyir 1. 351-i tam bölmə neçə? 100 yazanda sıfırların sayı düşdü, yerdə qaldı 3. Bu da bərabər olur 3-ə. Tam ki, mən bunu A etmişəm, bunu da B edə bilərəm. A-nı vururam nəyə? B-yə. A-nın üstə B-ni gəlirəm və 2-yə vurmuş olacam. Heç bunun yəni riyazi forması bu formada düşünülüb yaza bilərik. Keçək nədir? Kod yazmağa. Demək biz A bərabərdir. Hətta burada bu siyahının birbaşa forun içərisində də yazmaq mümkündür. Ancaq mən yazmayacağım. A 351 virgül 648 virgül 176 və 918. Belə bir siyahımız var. Həmin siyahının bir-bir müraciət edirəm. Bir-bir müraciət edirəm elementlərin götürürəm. Elementlərin götürəndən sonra gəlirəm. Tutalım ki, B bərabərdir. Həmin elementi siyahının içərisində yazacağım. Siyahının içərisində i tam bölmə 100 üstə gəlmək bir-bir müraciət edir axı i ilə. A-nın elementlərindən müraciət edirik. I faiz bölünməyə 10-a. Yəni burada nə elədik? Ədədin ilk rəqəmini tapdıq. Burada isə son rəqəmi tapdıq. Tapandan sonra deyirik bunu vurulsun. Nədir? 2 mislinə vursun. 2 mislinə vursun və axırda print etsin nəyi? B-lə. B-də aldığımız ifadəni. Çalışdıraq. Burada mən deyirsəm 3 1 bu məndə sonuncunu çıxartmış olacaq. Bunu mən elə yazsaydım daha düzgün olardı. Printi bununla eyni yazmalıyam ki, hər birini çıxartsın. Çünki yoxsa bu sonuncunu çıxartmış olur. 8, 28, 26 və 34. Hər birini çıxartmış. Ancaq printi buradan yazanda dövr bitir, ondan sonra cevabı çıxartmış olur. Keçdik 152-ci suala. 152-ci sualda deyilir ki, klaviatura daxil edilmiş ingilis əlifbasının İngilis əlifbasının hərflərində və boşluqlardan ibarət sətirdə bütün A simvollarını B simvolu ilə, B-ni də A simvolları əvəz edən bir proqram yazın. Misal üçün, hər hansı bir söz veriləcək, orada olan A-ları B ilə əvəz eləmək lazımdır. Bunun üçün gəlirəm klaviaturadan. Burada yazıcı daha yaxşı izah edəcəm. Tutalım ki, A bərabərdir, input, hər hansı bir ifadəni daxil etmişəm. Tutalım ki, this
A'ları B'larla əvəz olunsun, B'lar da A'larla əvəz olsun. Abrakadabra yazdım. Buradan gəlirik bir dənə boş bir nə deyim, AB, AB yazmayayım çünkü A bir ne bileyim ne yazın S yazın. Çünkü AB'den istifadə edeceğim değil mi? Ona göre yazmasak daha yaxşı olar. Bir boş dırnağı. Sonra gəlirik neydi? For, in, həmin nədir? Bu S sətrinə bir müraciət eləsin. Gəlib desin ki, əgərləri i bərabərdirsə nəyə? A'ya. A'ya bərabərdirsə onda y bir dəqiqə. A'ya bərabərdirsə onda y bərabər olsun y plus nəyə? B'ye. Çünkü A'ya rast geldiğinde dedi B'nin əvəz olsun. Ona göre de biz Y üzerine neye geldik? B'ni geldik. Sonra burada bir boşluk. Sonra gəlirəm Elif deyirəm. Elif. Elif'te de deyirəm ki Elif'te de deyirəm ki əgərləri i beraber olarsa B'ye onda neyse Y beraber olsun Y plus A'ya. Bunu Elif'te yazabilirdik. Yerde kalanlar hiçbirine uygun olmayacak. Onda da elə belə kalsın. Bir dakika bunu belə yoxlayayım. Sonra bir başka bir şey diyeceğim. Print. Çünkü başka bir harfler de var. Print Y. Else yazıp bir de şart koymak fikrim var idi. Bir de buna bakın. Tamam yazdım. Tamam. Bu oldu. Niye? Geldi for i in s. I beraber ise A'ya. Y beraber de Y plus B. Elif Y plus A. Mailleri götürdü. Ona göre dedim ki bunu gelen bir tane else yazın. Else yazın. Yeni bir şart koyun. Bunu da bir tablo tarafı edeyim. Else hatta öyle Elif'in içerisinde de bir else koyabilirdim. Y beraber de Y plus I. Bunu Elif'in içerisinde de ahırda bir tane else de koyabilirdim. Artık değiştim. Banım. Bu oldu A. A oldu B. N oldu için kaldı. A oldu B. N da olduğu için kaldı. Aha, bunu yani dediğim gibi if, Elif bir de altına else de yazabilirdim. Yani bu ne demeydi? Misal bana.
Banan sözünü yazdı, daxil etmişik. Banan sözün daxil etdi. Gəldik, bax, bu banan sözü buradadır. İ gəldi, bu hərfin götürdü. Bu bərabərdirmi A-ya? Deyir ki, yox. Gəlir, deyir, else baxırıq. Else yeni bir şərtlə rastlaşıram və deyirəm, i, yəni bu bərabərdirmi bu-ya? Deyir, hə, i-nədir? Boş sətir. Sıx dırnaq. Aslında bu sıx dırnaq eksi daha düzgün olardı. Çünki əvvəldə də boşluq qoyur. Və nedir? Y-in üzərinə A-nı gəlir, eləyir A. Sonra keçdi A bərabərdir A-ya. Bu elə ki, Y-dir. A bərabərdir A-ya deyirik, hə, Y-in adı A-nın üzərinə gəlir nəyi? B-ni. Oldu A-B. Bu formada değişmiş olur. Geçen 153. suala 153'te 152'ye gitti. Geçti 153. suala. 153. sualda deyilir ki in ilmetli olan tam ədədlərdən ibarət A siyahının ilmetlərinin klaviaturuna ardıcılığı daxil edilir. İn dənə ilmetli bir siyahı daxil edilir və tam ədədlərdən ibarətdir. Bu siyahının en küçük müsbət elementi ilə en büyük mənfi elementinin cəmini çap edən bir proqram. Demək, mən bir dənə siyahı tərtib eləyəcəm. Həmin siyahıya bir müraciət eləyəcəm. Müsbət olanlarda nə eləyəcəm? Sıfırla müqayisə eləyəcəm. Əgərlər sıfırdan böyüksə, demək müsbətdir. Əgər sıfırdan kiçiksə, demək mənfidir. Həmin müsbətləri müsbət bir siyahısına daxil edirəm, mənfiləri də mənfi siyahısına daxil edirəm. Müsbətlərin içərisinə maksı, mənfilərin içərisinə minimumu götürüb cəmləyirəm. Gələk bunun da yenə nedir? En bərabərdir int input dövrümüz üçün daxil etdik. Neçə dəfə dövr edəcəyimiz üçün müsbət ədədlər üçün bir siyahı, mənfi ədədlər üçün də bir boş siyahı yerləşdirirəm. Sonra gəlirəm, deyirəm for in en qədər dövr eləsin. En qədər dövr etsin və hər dəfə, çünki burada deyir ki, ixtiyar deyir, limitlər klaviatura ardıcıllıqla daxil edir. Bəli, klaviaturadan ardıcıllıqla bir ədədlər daxil edəcəm. X bərabərdir input daxil etdim. Daxil edəndən sonra həmin bu ədədləri başlayıram nə etməyə? Müqayisə etməyə. Əgər x böyüksə sıfırdan, onda müsbət nöqtə punkt həmin bu x elementim. Elif Elif'te de yeni bir şart koyuyorum. X küçükse sıfırdan, onda mənfi nöqtə pon, həmin x elementi.
Sonra dövr bitəndən sonra deyirəm print max müsbet üstəgəl minimum mənfi. Mənfi. Tam ki 4 dənə ədəd daha. For i in for i in ne diyor burada? Input for input is table ne yazmışım ki ben burada. Sonra geldim for there's a range sıfırdan inekçimi sıfırdan inekçimi -8 7 -9 çünkü for in satır tipine müracaat etmek içindir. Ben 3 aha 4 tane adet daxil etdim. Bunun maksı 12, bunun da maksı -8. 12 nə? Yox, bir dəqiqə. Hə, 12 minimumda neçə? -9. Bunlar da cəmləndə neçə eləyir? 3 eləyir. Hətta burada yazıb sizə göstərə də bilərəm ki, hansı hala necə yaratmaq mümkün. Bu formada. Demək nə etdik? Ədədimizi daxil etdik. Müsbət olanları bu siyahıya daxil edirik, mənfi olanları bu siyahıya daxil edirik. Mənfi və müsbət olanları da nə edirik? Sıfırdan müqayisə edirik. Əgər də sıfırdan böyüksə demək müsbətdir, sıfırdan kiçiksə mənfi. Sonra müsbət olanların içərisindən maksı, mənfi olanların içərisindən minimumları götürüb cəmləmiş oluruq. Keçək axırıncı sualımıza. 154-cü sual. Klaviaturadan daxil edilen natural ədəddə olan 4 və 7 rəqəmlərini silərək digər rəqəmlərin ardıcılığı eyni saxlamaqla çap edin. Yəni burada əgər də 4-ə rast gəlirəmsə silinsin, 7-yə rast gəlirəmsə silinsin, 1, 2, 6 isə olduğu kimi qalsın. Yəni heç biri dəyişməsin. Gəlirik, neyək? Yenə n bərabərdir, input, bir dəqiqə, burada natural ədəd deyil. Gəlin bunu int input yazaq, sonra sətir tipləşəcək. Int input n bərabərdir sətir sonra gəlir sonra ne edeceğim? S beraberdir for in n. N'e müracaat edirəm bir. Ondan sonra gəlib deyirəm, əgərləri i fərqlidirsə 4-dən və ya i
fərqlidirsə, nədir? 7-dən, 7-dən, onda S bərabərdir S plus I. Print, print, neydi? S. Nasıl rəqəmləri vermişdi? 1, 4, 2, 7, 6. 1, 4, 2, 7, 6. Neyi səhv yazdım? Geldiği misal için neydi? 1, 4, 2, 7, 6. Bunu buradan götürdüm. Sətr tipinə çevirdik, gəldik bir-bir müraciət elədik. Əgərləri i 4-dən fərqlidirsə və 7-dən fərqlidirsə, burada mən bunu kenara almamışım. Çünki sətr tipinlə müqayisə edirik. Onda böyle. 1, 4, 2, 7, 6. Bu formada da yani gelir görür 1'dir, 1 4'ten fərqlidir, 1 7'den fərqlidir. Onda S-lə neynə cəmlə. Gəlir 4. 4 4'ten fərqlidir, yox. 4 7'den fərqlidir, yox. Ona görə də nədir? İpə düşüb hesab edə bilmir. Sağ olun əziz abituriyentlər. Gələn görüşlərədək inşallah. Ümid edirəm ki, proqramlarınız sizə faydalı olur və aydın başa düşürsünüz.